Deməli ki, optimadır. Multirul işləmədiyinə görə lentanı dəyişirik. Bundan xəbərimiz yoxdur. Yaxın gəlmə. Bundan xəbərimiz yox idi. Müştəri də 1 ildir maşını sürür. Bax bu vəziyyətdə sürür. Elə bilir ki, aerobaklar yerindədir. Hansı ki, rulun aerobakı işləmir. Rulun aerobakı yoxdur. Bunu satan adam bu lentanı dəyişmək əvəzinə. Yəni bunun harca 100 manata yaxın xərci vardı, ustalı zatlı bir yerdə. Ustaya 20 manat, 30 manat verirlər, bax belə ləğv eləyirlər. Zamoku açırsan, bax buranı çək bir dənə. Aerobakın işarəsi yanlı qalır. Zamoku açanda, bax burada. Xod deyirsən, aerobakın işarəsi sönür. Normaldır. Diaqnostikaya da salanda, diaqnostikada heç bir xəta göstərmir. O deməkdir ki, sistem qaydasındadır, amma rulun aerobakı yoxdur burada. İndi qardaş burada qəşəng ürək sözlərini deyir. O rəylərdə özlərinə haqq verən ustalar var. Deyir, müştəri deyir, mən də bunu qoyuram da, məndə nə problem var ki? Mənə qoy deyirlər, qoyuram. Amma bax, belə iş görmək yaxşı bir şey deyil. Bunu qoyursan belə, müştərinin də xəbəri yoxdur. Bir dənə multirul işləmir, deyir, yəqin aerobaklar yerindədir. Qəza vaxtında şar açılmır, olur bədbəxtçilik. Kim desə ki, qoymaq lazım deyil, qardaş. Lentanı alsınlar, gətirsinlər, versinlər, dəyişin, çıxsın, geçsin. Belə şey düzgün bir şey deyil. Yaxın çək bir dənə. Bax, ikisini də ləğv ediblər, bax. Saprotivleniya var. Bir dənə abmanka buradadır, bir dənə də abmanka buradadır. Biz indi bunu ləğv eləyəcəyik. Qayda qanunla təzə bir dənə lentanı qoyacağıq, bağlayacağıq üstünə. Aşıbqanı da silib müştəriyə tam ideal vəziyyətdə təmin verəcəyik. Düzgün iş budur. Ondan sonra da aktiv vəziyyətə gələcək bütün sistem. Aşıbqaları silək. Şu, sistemdən çıxırıq. Aerobakın işığına bax. Multirul da işləyir. Eko rejimi də işləyir. Hazırdır. Xeyirli olsun.